deyiblər, əgər görsüz bir mömin ki, haqqın müqabilində haqq əgər onun əleyhinə də olsa təslimdir quzu kimi, bilin bu adam Peyğəmbərimizin bəyanında ən şüca bir adamdır. Bir gün Əmirəl-Mömininin hakimiyyəti dövründə Əli əleyhissalam oturub, birdən haçı ilə bir dəstə girdi içəri. Bir dəstə əllərində də bir dənə adamı tutublar, gətiriblər və qulamı gətiriblər. Gətirdilər bunu, Əli əleyhissalam dedi, nə olub, nə xəbərdir, dedilər, bu oğurluq eləyib tutmuşuq, gətirmişik. Əli əleyhissalam üzünü tutdu ona, dedi, qulam oğurluq eləmişsən? Dedi, bəli, ya əmirəm, oğurluq eləmişəm. Əli əleyhissalam dedi, olmaya etdiyin oğurluğun miqdarı yaz ola. Yəni bilirsiniz də, oğurluğun ki, əli kəsilməlidir, şəraitləri var, bir şərti də budur. Oğurluq elədiyi şey miqdarca naçiz, dəyərsiz bir şeydirsə, İslam onun əlini kəsmir ona görə. Neçə şərti var, biri də budur. Dedi, olmaya miqdarı az olub. Döndü, dedi, yox ya Əli. Miqdarı da elə şəriətin dediyi miqdardan yuxarıdır. Əli əleyhissalam dedi, əgər 3-cü dəfə sən bu işi gördüyə etiraf eləmiş olsun, sənə cəza tədbirini tətbiq eləmək məcburiyyətindəyir. Bir növ Əli əleyhissalam sanki bu sözlə dedi ki, əgər 3-cü dəfə boynunu almasa, sanki qutara. Dedi, ya Ali, mən oğurluq eləmişəm. Əli əleyhissalam başını saldı aşağı, dedi, hökmü icra ediyoruz. Hökmü icra ediyoruz, bunun sağ əlini qoydular, bu 4 barmağını vurdular. Vırdılar, qulam əyildi o 4 dənə barmağı ki, həm əlindən qan gedir, həm barmaqlar qanlı, götürdü sol əli ilə çıxır. İndi bu gedir, Əmirəl-Mömininin məhsərindən çıxıb gedəndə yolda Əbdullah ibn Kəva ilə rastlaşdı. Əbdullah ibn Kəva gördü bunu, baxdı, bildi, bu nədirsə, oğurluq eləyib əlləri kəsilib. Soruşdu, kim əli kəsdi? Elə bir kəlmə Əbdullah ibn Kəvanın ağzından çıxdı, əli kim kəsdi? Ağzından söz çıxan kimi dedi, əlimi kəsdi İmamul Ətqiya, Əsədullahil Qalib, Əmirul Müminin, Xeyrul Əvsiya, Xeyrul Nücəba, Əhlü't Təqva vəl Yəqin. Nə saydı, Əmirul Müminin Əli ibn Əbi Talib. Dedi, əlimi Allahın şiri, Şah-ı Mərdan, şir-i Yezdan, möminlərin əmiri, əhli yəqin və əhli təqvanın ən alisi, vəsilərin ən alisi Əli ibn Əbi Talib kəsdilər. Baxdı Əbdullah ibn Kəvabına, dedi, sənin əli kəsib eləsən, belə ona tərifləri yağdırırsan? Dedi, bəli. Əli ibn Əbi Talib mənim barəmdə bir iş görüb, o iş haqqıdır, o iş Allahın əmridir. Əli ibn Əbi Talib Allahın itaətində, Allahın əmrinin xidmətində mənim əlimi kəsib. Olmuyor mən ondan, bir adam ki Allah sözünün icraçısıdır, narazı da mı olmalıyam? Bir əməl idi, eləməyeydim, elədim Əli haqqını icra elədim. Əbdullah ibn Kəva şoka düşdü. Gəldi Əli əleyhissalamın huzuruna, gördü Həzrət Əmir də qəmgin oturub. Dedi, ya Əli, qulamı gördüm. Ona görə mi qəmlisən? Dedi, ya Əli, onu gördüm, ondan bir söz soruşdum. Soruşdum, Əli kim kəsib, bunları saydı. Bunu deyib qutarandan sonra Həzrət Əmir başını qaldırdı, dedi, Əbdullah ibn Kəva, bizim dostlarımız öz nəfslərinə qələbə eləyib haqqı meyarı bilən insanlar. Bir insanlardır, biz onların əlində kəsək, ayağında kəsək, onlar haqdan dönməzlər, məmnun olarlar, bizdən razı qalarlar. Amma onlar ki Allah müqabilində, beyətlərində sadiqdürlər, nəfsləri onlara qələbə çalıb, haqqı öz nəfslərinə qurban verirlər. Əgər əllərimizi dirsəyimizə qədər bal eləyib boğazlarına batırsa, yenə onlar bizdən narazıdırlar. Peyğəmbərimiz buyurdu, ən şüca insan o insandır ki, öz nəfsinə qələbə çala, haqq ilə nəfsinin arasında daş tərəziyə vursa, haqqı önəm verər.